balamı istəyirəm, başqa heç də istəmirəm. Başqa heç də istəmirəm. Ruhi, eşidirsənsə məni, dünyanın o başına da olsa gedəcəm. Qızımın ya dirisi, ya ölüsü. Sadəcə mənə verilsin. Paytaxtın Qaradağ rayonunda yeniyetmə qız itkin düşüb. 15 yaşlı Ruhiyyə Qasımovadan artıq 5 günlük xəbər yoxdur. O 5 aprel səhər saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb. İtkin düşən Ruhiyyə Qasımovanın ailəsi Sahil qəsəbəsi Məhərrəm Seyidov küçəsində yaşayır. Hadisənin necə baş verməsi barədə məlumat öyrənmək üçün onun anası Gültəkin Güdəstərova ilə söhbətləşdik. Sən demə, Ruhiyyə 5 aprel saat 10:23-də evdən çörək almaq adı ilə çıxıb və geri qayıtmayıb. Anası bildirir ki, qızı aldadılaraq qaçırılıb. Yeniyetmənin anasının sözlərinə görə qızının mütəmadi görüşüb danışdığı biri olmasa da tez-tez kiminləsə telefonla yazışırmış. İtkin düşənə yaxın, yəni son 3 gün ərzində qəribə davranan Ruhiyyədən indiyə qədər heç bir xəbərətlər çıxmayıb. O evi tərk edən zaman üzərində yalnız mobil telefonu olub. 3 gün vardı ki, şübhələnmişdim ki, kimlənsə danışır. Soruşurdum, dedi qonşun qızı ilə danışıram. Bir dəfə də soruşdum, dedi padruqamla danışıram. Nəsə sinif yoldaşları barəsində idi, mənə dediyinə görə. Amma mənim şübhələrim o deyildi. Çünki bu adam kim idisə 3 gün idi bizim qızla danışırdı. 3 gün içində nətər toladıb, hara aparıb, bilinmir. Kimsənsə sən, mənim qızımı götürən, mənim qızımı maşına basıb aparan, balamın cənazəsini də olsa, çox xahiş eləyirəm hər kəsdə. Ən axırıncısı balamın cənazəsidir. Verin gilən özümə ağlamağa yerim olsun. Balamı istəyirəm, başqa heç də istəmirəm. Gültəkin xanım onu da bildirir ki, qızını sonuncu dəfə Tovuz rayonunda görüblər. Dediyinə görə Ruhiyyənin yanında hündürboy, iri cüssəli, 25-28 yaşlarında bir kişi olub. Ondan sonra Ruhiyyəni gördüm deyən yoxdur. Qulağı səsdə, gözü yolda qalan Gültəkin ana ümidini üzmədiyini deyir. Kimsənsə, aparan kimsənsə, sən dədən yoxdur, sən anan yoxdur. Aparımıza bir zəngələ deyək, qorxma, ölməyib. Sən qızın sağdır, sən qızın məndədir. Bir kəlmə sözə nə var? Oğlanın telefonuna zəng çatmır, nömrəsi bağlanıb, qızın nömrəsi elə. Mənim balam 3 günün içində nətər yanı yox ola bilər, nətər yanı danışa bilər, nətər yanı itə bilər. 5 gün 5 gecədir, axtarırıq. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Bildirildi ki, 2009-cu il təvəllüdlü Ruhiyyə Araz qızı Qasımovanın hazırda axtarışları aparılır. Yeniyetmənin tapılıb ailəsinə təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Ümid edirik 15 yaşlı Ruhiyyə qısa zaman ərzində sağ-salamat tapılıb evinə qaytarılar. Nigar Namik, Ağalar Ağalarov, Real TV.